Salam, hörmətli izləyicilər. Bugünkü mövzumuz çox aktual, çox trend olan bir mövzudur. Onkoloji xəstəliklər haqqında olacaq. Onkoloji xəstəliklər nədir? Onkoloji xəstəliklər ilə digər normal, yəni somatik xəstəliklərin fərqləri nədən ibarətdir? Onkoloji hüceyrələr və şiş hüceyrələrinin digər normal canlı hüceyrələrindən fərqləri nələrdən ibarətdir? Bunları mümkün mərtəbə izah etməyə çalışacağam inşallah. Başlayaq. Onkoloji xəstəlik terimi nə deməkdir? Onkoloji xəstəlik və şiş xəstəlikləri daha izahlı bir şəkildə desək, lazım olmayan hər hansı bir orqan və ya toxumada lazım olmayan və ya işləv funksiya göstərə bilməyən hüceyrələrin və ya toxumaların əmələ gəlməsidir. Bunu necə izah edə bilərik? Misal üçün, mədəmizdə turşu, selik əmələ gətirən hüceyrələr var. Silindrik epitel var ki, bu toxumanın adıdır. Həmən toxuma nə əmələ gətirir? Turşu əmələ gətirir, hidrogen xlorid əmələ gətirir, selik əmələ gətirir ki, həmən əmələ gələn və həzmə yarayan, bakteriyaları öldürməyə yarayan hidrogen xlorid bizə çox təsir etməsin deyə, bizə zərərli təsir etməsin deyə orqanizm selik ifraz edir. Ki, selik nə deməkdir? Balığın pulcuqlarının üzərində olan həmən yapışqan maddə selikdir. Ondan eyni ilə demək olar bütün adı üzərində selikli qişalarda onlar mövcuddur. Ağzımızdan tutmuş da bağırsaqlarımıza qədər hamısında mövcuddur ki, onların da bizi qoruyur. Bəli. Mədədə olası bir şiş əmələ gələndə, misal üçün, mədədə və bu şişlərində növləri məsələsi var. Xoş xəstəli bir şişdirmi, bəd xəstəli bir şişdirmi? Xoş xəstəli bir şişdirsə əgər, misal üçün bir mioma əmələ gəlib. Əzələnin, mədənin ki, mədənin də əzələvi qatı mövcuddur. 4 qatı var, o qatlardan biri də mədənin əzələvi qatıdır. Həmən əzələdə və mədədə bu çox rast gəlmir, daha çox uşaqlıqda, qadınlarda uşaqlıqda çox rast gəlinir. Mioma dedikləri və ya fibroma. Fibroma nədir? Fibromioma. Eyni şeydir. Fibromioma yəni, tam eyni deyil, amma yəni xoş xəstəlik şişdir. Həm birləşdirici toxuma, fibro, yəni fiberdən. Fiber nə deməkdir? Yəni, lif. Həm lifdən, həm də mioma, fibroma. Həm də əzələdən ibarət olan şiş, yəni qarışıqdır bu. Bunun öncüsü qarışıqdır. Yəni, əmələ gəldiyi toxumalar həm əzələdən, həm də lifdəndir, birləşdirici toxumadandır. İndi əmələ gəldi, bir toksiki maddə buraxacaqmı, yəni bir ifraz edəcəkmi? Yox. Konturları, yəni sərhədləri necə olacaq? Səliqəli olacaq, kələkötür olmayacaq. Və s. Bu, yəni, daha çox bəd xəstəliyi ilə xoş xəstəliyin fərqləridir. Amma əsas fərqi ondan ibarətdir ki, bu bizə əməliyyat oluna biləcək bir şiş kimi gələcək həmən xoş xəstəlik. Mioması olandır, fibromioması olandır, hər hansı bir xəstə. O maksimum qanaya bilər, istənilən orqandan söhbət gedir, təkcə uşaqlıqdan söhbət getmir. Qanaya bilər və orqanı sıxışdıra bilər, yəni mexanik bir təsir edə bilər. Amma əməliyyatla götürülüb də gözəl bir şəkildə sağala bilər. Nəyə görə? Çünki sırf həmən nöqtədə, bəlirli bir nöqtədə olacaq, yayılması, yəni metastazı olmayacaq. Bu qısa xoş xəstəlik və bəd xəstəlik işlərinin fərqləridir. Ki, bunu əvvəldən bilmək bizim işimizə yarayacaq. Hansı fərqləridir? Dediyim kimi, uzaq yayılımın, metastazın olmamağı. İkinci, yalnız mexaniki təsirinin olmağı, xoş xəstəliklərdə, konturlarının hamar olmağı, daha səliqəli olmağı.
bunları ayırmağa nə edir? Bizə kömək edir. Əsası əksərən cərrahi əməliyyatla 100% sağalmanın əldə olunması. Bunlar xoşxəstəlik və bədxəstəlik arasında olan təməl fərqlərdir. İndi dedik ki, xərçəng nə deməkdir? Yəni xərçəng deyəndə açığı daha çox xəbis və ya bədxəstəlik tümörlər, bədxəstəlik şişlər nəzərdə tutulur əksərən. Bu məlum, yəni dəqiq bir şey deyil. Xərçəng əslində terminə hər ikisi aiddir. Amma daha çox işlənən, bizim qarşılaşdığımız həmən pis xəstəlik adlanan həmən xəstəlik daha çox bədxəstəlik xərçənglərə şamil olunur. İndi bunların bir əmələ gəlmə mexanizmi necədir? Dediyim kimi, lazım olmayan yerdə, lazım olmayan hüceyrənin, toxumanın olması nəyə səbəb olur? Əvvəldə dediyimiz kimi, hidrogen xlorid əmələ gətirən və ya turşu əmələ gətirən mədə hüceyrəsi orada olmadığı üçün həmən toxumada, həmən orqanda hidrogen xlorid əmələ gətirə bilmir. Selik əmələ gətirməli olan hüceyrə transformasiya edilir və ya dəyişir deyə neyinir? Selik əmələ gətirə bilmir. Və nəticə nə olur? Orqanın və orqanlar da orqanizmanı əmələ gətirir. Dolayısıyla insan orqanizminin funksiyası pozulmuş olur. Bu funksiyanın pozulması cəhəti ilə olan bir mənfi cəhətdir, onkoloji xəstəliklərin və ya fərqləndirici cəhətdir. Və ikinci, mexanik olaraq tuta bilər, qida borusunun mənfəzi olan orqanların, yəni mənfəzi boş olan orqanların, qida borusunun və ya bağırsaqların və ya mədənin şiş böyüyə bilər, çox böyüyə bilər, eynən uşaqlığın mənfəzini tuta bilər, qanaya bilər, xüsusən uşaqlıqda o çox olur. Bu təkcə qanamalar həyat keyfiyyətini aşağı salmaqla bərabər, təkcə həyat keyfiyyətini aşağı salmayacaq. Eyni ilə qanama nə deməkdir? Nə qədər çox qan axırsa əgər, biz o qədər bizdə məlum məsələ qan azlığı əmələ gəlir və həyat keyfiyyətimiz çox-çox aşağı düşür. Yəni, insan heç bir şeydən demək olar həzz ala bilmir qan azlığı olanda. Və eyni ilə bunun digər problemləri var. Qan azlığı olan şəxs dəmirlə müalicə olunur. Xroniki olaraq dəmir istifadəsi neyinir? Hemoxromatozis adlanan dəmir birikimi əmələ gəlir. Bir nöqtədən sonra bu aşırı illərlə olanda, davam edəndə, xronikləşəndə və bu dərdə dəva tapılmayanda nə olur? Xroniki dəmir yüklənməsi əmələ gəlir və nəticə etibarilə hemoxromatozis orqanları məhv edir. Hemoxromatozis və ya dəmir yüklənməsi. Orqanlara dəmir çökür. Onun üçün hemoxromatozis və ya tipində dəmir çökməsi yaşamamaq üçün əgər təkcə bu onkoloji xəstəliklərə aid deyil təbii ki, istənilən bir anemiya varsa əgər, bu anemiyanın bir səbəbi olmalıdır. O anemiyanın səbəbi araşdırılmalıdır. Təbii ki, elə səbəblər var ki, məsəl üçün hamiləlikdir və ya laktasiya dövrü, hamiləlikdən sonra. Bu məlum məsələ, qan azlığının olması normaldır. Çünki uşaq ananın qanındakı qida maddələri ilə, eyni minerallarla, vitaminlərlə qidalanır. Və ananın orada vitamin, mineral takviyesi qat-qat nə olur? Daha çox olmalıdır. Onun üçün ana olmağa aday olan şəxslər nə etməlidir? Mütəmadiyyən qan analizi verməlidir ki, getdiyi həkimlər də zaten onlar tələb edir onlardan. Qan azlığı hamiləlik vaxtı çox rast gəlinən bir xəstəlikdir. Nəsə, minvaldan çox uzağa getməyərək, onkoloji xəstəliklərin zərərləri, iki zərəri haqqında dedik. Və əsas bizə lazım olan zərər nə deməkdir? Yayılım göstərməsi.
yayılım göstərsə əgər, yayılım göstərəndən sonra və metastaz verəndən sonra onkoloji xəstəliklər əməliyyat demək olar mümkün olmur. Müasir yanaşmada əgər metastaz varsa, uzaq metastaz ki bunda nə var? Uzaq metastazlar var və nodal yaxın metastazlar var. Regional limfa düyünlərinə və yaxın limfa düyünlərinə limfa yolu ilə bəli keçə bilir. O halda müəyyən şəraitlərdə, müəyyən şərtlərlə ola bilər ki, əməliyyat olsun. Amma uzaq metastazlarda və sümük xərçəngidə verib çox uzaq bir yerə metastaz, məsələn, böyrəyə verib metastaz və ya böyrəkdir, sümüyə verib. Hematogen yolla, qan yolu ilə verib. Orada əməliyyat məsələsi riskli məsələdir. Əməliyyat olmayanda da kimyoterapik agentlərlə, dərmanlarla müalicəyə keçilir. O da çox ağrılı, çox çətin proseduradır. Qısaca toplasaq, şiş xəstəliklərinin xarakteristikasını, şiş xəstəliklərinin bizə necə zərər yetirdiyini bildik və şiş xəstəliklərinin əmələ gəlmə mexanizmi nədir? Və şiş xəstəliklərini əmələ gətirən hüceyrələrin və ya onkoloji şiş hüceyrələrinin fərqləndirici cəhətləri nədən ibarətdir? Şiş hüceyrələri bir neçə xassəyə malikdir ki, onlar normal hüceyrələrdə olmur. Misal üçün, demək olar ölmürlər. Ki, ölməməyi də genetik mutasiya nəticəsində ölməli olan hüceyrələrin ölməməsi nəticəsindədir. Yəni, nə deməkdir bu? P53 və ya digər bizim hüceyrə ölümümüzə və ya ölümümüzə təsir edən müəyyən genlər, müəyyən təsir edici mexanizmlər vardır. Onlar nə edir? P53 nə edir? Həmən gen. Ölməli olan hüceyrəmizi öldürür, qalmalı olan hüceyrəmizi saxlayır, yəni dəymir. P53'də bir problem, bir mutasiya olanda nə baş verir? Ölməli olan ölmür və buraxılır nəyə? Orqanizmə. Nəticə nə olur? Lazım olmayan yerdə lazım olmayan toxuma əmələ gəlir. Və ya lazım olmayan hüceyrə əmələ gəlir. Bunun da qısa yolları şiş xəstəliyi və onkoloji xəstəlik olaraq adlanır. Yəni qısa yolla izahı budur. Müalicəsi və digər tədbirləri haqqında gələn dərslərdə inşallah izahlar olunacaq. Amma əlamətləri haqqında danışmaq istəyirəm. Əlamətləri nələr ola bilər onkoloji xəstəliklərin? Onkoloji xəstəliklərdə digər xəstəliklərdən ən önəmli fərqlərindən biri odur ki, onkoloji xəstəliklərin xüsusi bir əlamətləri olmur. Demək olar ki, olmur. Ümumi klinik simptomlarla gedir. Dediyim misal qanayan bir əgər şiş toxuması varsa, qan azlığı, halsızlıq ilə özünü büruzə verir. Amma bu demək deyil ki, xərçəngin əlaməti halsızlıqdır və ya halsızlıq olan bütün şəxslər xərçəngdir. Bunu demək mümkün deyil. Daha çox genetik faktorlar böyük rol oynayır. Elə xərçənglər var ki, %70, %80 səviyyədə nədir? Genetikadan asılıdır. Genetikamız dəyişə bilərmi? Genetikamız son məlumatlara qədər dəyişə bilməzdi deyirdik. Amma son axırıncı məlumatlara görə deyirik ki, bəli, genetikamız dəyişə bilər. Genetikamız bəlkə yaxşı mənada dəyişə bilər. Kim dəyişə bilər genetikamızı? Probiotiklər. Probiotiklər genetikamızı yaxşı mənada dəyişə bilər. Nədir probiotik və ya nəyin tərkibində olur? Turşuların tərkibində olur. Probiotik süd məhsullarının, kefirin, qatığın tərkibində olur çox. Onların istifadəsi bizim orqanizmimizə çox kömək edir, çox təsir edir. Gözəl mənada təsir edir. Belə onkoloji xəstəlikləri, digər xəstəliklərdən fərqləndirən cəhətləri, onkoloji xəstəliklərin əmələ gəlmə mexanizmini,
onkoloji xəstəliklərin, əmələ gətirən hüceyrələrin digər hüceyrələrlə diferensiyasiyasını və ya fərqlərini bu dərsdə izah etməyə çalışdıq. İnşallah gələn dərslərdə daha maraqlı olan, daha faydası ola biləcək olan dərsləri izah etməyə çalışacağıq. Əgər hər hansı bir mövzu maraqlıdırsa və ya hər hansı bir sual kimisə maraqlandırırsa, rəy bölməsini yaza bilər. Oradan sonda onları toplayıb bir videoda sual-cavab kimi inşallah bir video çəkərik və cəmiyyətimizin faydalanmasına bir töhfə verməyə çalışarıq. Önəmli olan faydalanmaqdır, önəmli olan fayda götürməkdir. Çünki hər şey demirəm, maddi şeylər çox önəmlidir, amma maddi şeylər mənəvi şeylərə baxmış həmişə geri planda qalır və qalmalıdır. Təbii ki, maddiyyat olmazsa alınmır. Çox şeylər alınmır. Olmalıdır. Sadəcə olaraq hal-hazırda bizə inanın ki, bizə və cəmiyyətimizə maddiyyatdan çox dəyərqamlıq daha çox lazımdır. Empatiya daha çox lazımdır. Nədir dəyərqamlıq? Yoldaşını başa düşmə, hər hansı bir dostunu, bir cəmiyyət, bir insandır. Yəni, hökmən dostun olmalı deyil. İnsan kimi insanlara dəyər vermək, kimisə ayağının altını qazmamaq və ya hələ o ümumiyyətlə başqa bir şeydir. Kimisə ayağının altını qazmamaq ki, cəmiyyətimizdə, xüsusən iş yerlərində, kimisə ayağının altını qazmaq, kimisə quyu qazmaq və ya yuxarı yerlərə, müdürlərə işləmək və s. Çox aktual və maddi cəhətdən çox gəlirli bir peşəyə çevrilib. Hər insanın öz xarakteri var. Daha doğrusu iki növ insan var. Xarakteri olanlar və olmayanlar. Həmən şəxslər illa ki, xarakteri olmayan şəxslərdir. Onlardan da Allah bizi qorusun. Belə. Tək inşallah faydalı olsun. Allah'a emanet olun. Özünüze yaxşı baxın.